BMT Tehrana qarşı daha geniş sanksiyalar tətbiq edəcək. Bu barədə Almaniyanın Xarici İşlər Naziri Jochen Vadeful məlumat verib. İran nüvə proqramı ilə bağlı sanksiyaların bərpası təhlükəsi fonunda Avropa üçlüyündəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Və indi biz sözü gedən üçlükdən birinin paytaxtına, Berlinə bağlanırıq. Xüsusi müxbirimiz Günay Məmmədova bizimlə birbaşa bağlantıdadır. Günay, tərəflər arasındakı gərginliyin nəticəsi nə ola bilər? Belə deyim, bu gərginlik regional və qlobal siyasətə ciddi təsir göstərə bilər. İrana qarşı sanksiyaların bərpası enerji bazarını, həmçinin Avropada diplomatik münasibətləri mürəkkəbləşdirə bilər. Bəli, söhbət 2015-ci il ümumi hərtərəfli fəaliyyət planı çərçivəsində dayandırılmış sanksiyalardan gedir. Bu qərar BMT Təhlükəsizlik Şurasının Rusiya və Çin tərəfindən təşkil olunan qətnaməni rədd etməsindən sonra qəbul edildi. Nəticədə snapback mexanizmi işə düşdü və əvvəl ləğv edilmiş bütün məhdudiyyətlər avtomatik olaraq bərpa olunur. Bu silah embargosu əsas texnologiyaların ixrac və idxalı, beynəlxalq maliyyə bazarlarına və kosmik tədqiqatlarına çıxış kimi sahələri əhatə eləyir. Və bu addıma cavab olaraq İran məlum addımı atdı. İran, deməli, Almaniya, Fransa və Böyük Britaniyadakı səfirləri məsləhətləşmələr üçün Tehrana geri çağırdı. İran Xarici İşlər Nazirliyi bildirir ki, bu ölkələr ümumi hərtərəfli fəaliyyət planının mübahisələrin həlli mexanizmini sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa ediblər. Və Almaniyanın Xarici İşlər Nazirinin reaksiyası isə belə oldu ki, o dedi ki, BMT səviyyəsində İrana qarşı sanksiyaların tətbiq olunacağına əminlik var idi. Almaniya yeni danışıqlar yolu üçün bir çox imkanlar təqdim edib, lakin İran bu imkanlardan istifadə etməyib. İranın səfirləri geri çağırması diplomatik gərginliyi daha da artırır və hər iki tərəf arasında dialoq imkanlarını məhdudlaşdırır. Bu vəziyyət həmçinin regional münaqişələrin kəskinləşməsi və iqtisadi çətinliklərin dərinləşməsi riskini artırır. Qısacası, yaxın günlərdə hər iki tərəfin davranışı beynəlxalq siyasət üçün kritik əhəmiyyət daşıyır. Hadisələrin gələcək inkişafı tərəflərin reaksiyasından və yaxın günlərdə mümkün diplomatik səylərdən asılı olacaq. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay. Davam edirik, hörmətli tamaşaçılar.